Vaxtınız xeyir, necəsiz? Bugün sizlərlə kütlə məsələləri keçəcək. Gəlin baxaq. Tərəzidə uzun bölgələrin arası neçə qramı göstərir? Tərəzdəki üzüm neçə qramdır? Gəlin bunu təyin edək. Biz görürük ki, 250-250 artıbdır. 1 kilomda 1000 qramdır. Düzdürmü? 1 kiloqramım 1000 qramdır. 1000 qramın arasına fikir versək görərik ki, 250 qramın arasında neçə dənə uzun xətt var? 5 dənə xətt var. Deməli, 1, 2, 3, 4, bu da 5. 5 dənə xəttdir. 250-ni 5-ə bölsəm, neçə eləyəcək? 50. Hər xəttin arası bura deməli nəymiş? 50-50 artırmış. 50 qram, 50 qram, 100, 150, 200, 250. 250, 300. 350, 400, 450, 500, 550. Burada mən biraz çalışıram. 600, 600. Deməli 500, 550, 600, 650, 700, 750, 800, 950, 900, 850 yazmadım bura. 850, 900, 950, burada 1000 eləyəcək. İndi bura hər nə qədər məndə yaxşı görünməsə də, yəni bilin ki 50-50 artır. Düzdür? Bunu silək. Bunun arasındakı o xəttlər var. 50-ni də 5-ə böləndə 5-nin arasında xətt var. 10 qram eləyir. Hər xəttin arası bu balaca, lap balaca xətlərdən söhbət gedir. 10 qramdır. İndi bizdən tərəzini istəyir. Bura 800 idi. Burada 850. Deməli üzüm neçə qramdır? Bu sualımızın cavabı 850 qramdır. Deyir ki, 1 kiloqram olması üçün üzərindən nə qədər alaq? Bax, 850 qram üzümdür. Deyir, üstünə nə qədər gəlsən, 1 kilo. 1 kiloqram neçə qramdır? 1000 qram. Düzdürmü? Deməli, və yaxud da buradan əgər bunu hələ şagird bilmirsə, 50, 100, 150 gəlmək lazımdır. Və yaxud da ki, 1000-dən 850-ni çıxsaq, 150 etmiş olacaq. Öyrənmə hissəsinə baxaq. Öyrənmə hissəsində bizə deyilir ki, 1 kiloqramı 1000 qramdır. Kütləni deməli qramla verilən kütləni isə kiloqramla ifadə etmək olar. Gəlin baxaq. Kiloqramla verilən kütləni qramla veriləni də kiloqramla ifadə etmək olar. 1 kilo 200 qramım neçə qramdır? 1200 qram. 1200 qramda təzədən çevirəndə 1 kilo 200 qram etmiş olur. Bax, bu hissəyə diqqət edək. 2də 1 hissəsi iş dəftərlərində düşür və yaxud da ki, tapşırıqlarda düşür, qabağınıza gəlir. 2də 1 kiloqram yarım kilo deməkdir. Yəni 1 kiloqramın 1000 qramdırsa, 1000-in 2də 1 hissəsi 1000-i 2 yerə böləndə 500 qram etmiş olur. Keçək bələdçi hissəsinə. Bələdçi hissəsində bizə deyir ki, qramla ifadə edin. 5 kilo 470 qramı qramla ifadə etsəm, deməli, nümunəni bizə də göstərir. Biz də nümunə ilə eləyək. 1, 2, 3, 4, 5. Bir dənə çəkək. Bura 1 kilo olsun. 1000 qram yəni. 1000. Burada 1000. Burada 1000. Burada 1000. 5 dənə 1000'im 5000. Düzdür. 470 qramım da buradadır. Yəni bunu çevirməli olsam necə yazacağım? 5 kiloqram 470 qram bərabərdir 5470-ə. Keçək indi digərini yazaq. 3 kilo 250 qram. Yenə 3 deməli 3 kiloqram hər kiloqramı 1000 qramdır. Düzdürmü? 250-si də kənardadır. Bu nə deməkdir? 3 kilo 250 qram bərabərdir 3250 qrama.
Keçək. Hər bir əşyanın kütləsinə uyğun olanı seçin. Qələm nə olar? Kilo olar yoxsa qram? Əlbəttə ki, qram olar. Çanta qram olar, kiloqram? Əlbəttə ki, kiloqram. Kitab qram olar, kiloqram? Əlbəttə ki, qram olar. Dəftər də yenə qram olacaq. Çünki bunların kütləsi çox da ağır deyil. Deyir ki, boş kanallara uyğun olaraq biz yazacağıq. Yazaq. Baxın, belə 3 dənə ayırın hər zaman sağdan sola doğru. Yerdə qalan kiloqramdır. 3 dənəsi isə nədir? Qramdır. 3 kilo 180 qram. Burada çevirəndə bu 3 kiloqram 3000'dir. 3000'in üstə 342 gəlir. 3342 eləyəcək. Yenə 3 dənə ayırıq. 4 kilo 36 qram. 2000'in üstə 20 gələndə 2020 qram. Burada çeviririk deməli 2 kilo 170 qram. 4 kilo 2 qram. Buranı çevirəndə 7020 qram etmiş olacaq. Tərəzilərdən hansı düzgün işləmir? Gəlin bir-bir baxaq. 1 kilo 237 qram. 1 kilo 301 qram. Baxıram. Bizə deyir ki, ağır olan budur. Deyir, böyük olan budur, kiçik olan budur. Çünki yüngül yuxarıda qalıbdır. Biz də baxırıq ki, bu həqiqətənmi doğrudur. Kiloları eynidir, amma 273 qramla 301 qramı müqayisə etsək, ağır olan bu mu olar? Əlbəttə ki, birinci tərəzi səhvdir. Keçək ikinci tərəziyə. 3 kiloqram 20 qram. Orada da 3200 qram. Çevirəsi olsam, baxası olsam bu eləyəcək 3020 qram. Və deyir ki, bunlar tarazdılar. Yəni bir-birinə bərabərdir. Sizcə doğrudur? Əlbəttə ki, xeyr. Doğru deyil. 1402 qram. Bu da 499 qram. Ağır olan deyir hansıdır? Budur. Yerdə aşağı olan ağır olandır, yüngül olan yuxarıdadır. İndi biz də baxırıq görək, bu verilən doğrudurmu üçüncü? Əlbəttə ki, bu da doğru deyil. 1, 2, 3 tərəzilər doğru deyildir. 1 kilo 9 qram, 1001 qram. Baxıram ki, bu çevirsəm 1009 qram olacaq. Bu da 1001. Bizə nə deyir? Deyir ki, ağır olan budur. Baxıram, həqiqətən də 4 ağırdır. Yəni, doğru olan bir dənə 4-cü oldu. Yerdə qalan ilk 3 tərəzi yanlış oldu. Keçək bura. Bəzi əşyalar çox ağır olduqlarını, onların kütləsi qram və ya kiloqramla ölçmək əlverişlidir. Bunun üçün əlverişli olmur. Bunun üçün tondan istifadə edilir. Ton qısa olaraq T hərfi kimi yazılır. 1 tonum 1000 kiloqramdır. Yük maşının kütləsi 1 ton 500 kiloqramdır. Gəlin baxaq. Tonu kiloqramla, kiloqramı isə tonla ifadə etmək olur. 1 ton 500 kiloqram bərabərdir 1500 kiloqrama. 1 kilo 500 kiloqramında nədir? 1 ton 500 kiloqrama bərabərdir. Belə ayırırsınız 3 dənə 3 dənə. 1000 kiloqramın 1 tondur, 500 kiloqramın da yanındadır. Gəlin bu hissəyə də fikir verək. 2də 1 tonun neçə kiloqramdır deyir, fikirləş. Biz bilirik ki, 1 kiloqramı, 1 tonun 1000 kiloqramdır. Düzdürmü? 1000 kiloqram. Vurulsun 2də 1'ə. Bax, bu tonun yerinə nə yazdım? 1000 kiloqram. Çünki bizdən kiloqramdan istəyir. Deməli, biz burada hesablayarsaq, 1000'i 2 yerə böləndə 500 kiloqram etmiş oldu. Keçək digərinə. Əşyanın kütləsini hansı vahidlə ölçmək uyğundur? Qram, kiloqram, yoxsa tonla? Fincan balacadır, qram olacaq. Televizor nisbətən böyükdür, kiloqram. Şokolad kiçikdir, qram. Divan kiloqramdan ölçülər. Amma gəmi çəkisi çox böyük olacaq, onu tonla ölçəcəyik. Deyir, kiloqramla ifadə edin. Bunu çevirsək, bərabər olacaq nəyə? Bərabərdir 3500 kiloqrama.
Bunu çevirse 1 tonun 1000 kiloqramdır. 1000 üstü 214. 1214 kiloqram olmuş olacaq. Maşın 2 ton 106 kiloqramdır. 2 ton 2000. 2000 üstü 106. 2106 kiloqram olmuş olacaq. Keçək növbətisinə. Deməli 5 tonum çevirsəm 5300 kiloqram. 7 ton 500 kiloqram. 7000 üstünə də 5 düşəndə 7500 kiloqram. Qeyd edirik. Bizdən yenə bunları çevirməyimizi istəyir. Gəlin baxaq. 6 tonum 6000 üstünə də 25 gələndə 6025. 2100 3 dənəsini ayıraq. 2 ton 2000 bax elə xəyalən ayırırsan 2000-ə və 100-ə. 2000 kiloqram 2 tondur. 100 kiloqramı da olduğu kimi qalır. 3 tonum 3000'dir, düzdürmü? 3840 gəlir, 3342 eləyəcək. Ayırırıq. 6 ton 530 kiloqram. Çeviririk kilogramı. 2 tonum 2000'dir, 2000 üstü 10, 2010. Bunu 3 dənə ayıraq. 4 ton 327 kiloqram etmiş olacaq. Keçək məsələlərimizə. Lalə elması mağazada hər birinin kütləsi 2 kiloqram olan 4 paket. Şəkər tozu hər birinin kütləsi 500 qram olan 2 kisə düyü aldı. O cəmi neçə kiloqram ərzaq aldı. Biz baxırıq ki, şəkər tozu neçə dənədir? Şəkər tozu 2 kilodur. Bundan neçədən alırsan? 4 dənə alırsan. 2 kiloqramı vurursan 4'ə. 8 kilo. Düyü isə 500 qramdır. 500 qramdan neçə 2 kisə alırsan? Eləyir 1000 qram. O da nə qədər? 1 kilo. 8 kiloqramdan da 1 kiloqramı toplayanda 9 kiloqram etmiş olur. Cavab 9 kiloqram. Keçirik növbəti suala. Deyir ki, traktorun kütləsi 4 ton 300 qram. Avtobus isə 4 ton 700 kiloqramdır. Traktor, avtobus və avtomobilin birlikdə kütləsi 11 tondursa, avtomobilin kütləsi nə qədərdir? Məsələ 8. Deməli, şərt qeyd eləyək. Deməli, bizim traktorumuz bilinir 4 ton 300 kiloqramdır. Avtobusumuz da bilinir 4 ton 700 kiloqramdır. Bir dənə avtomobil bilinmir və bunların üçünün birlikdə cəmi 11 ton edir. Biz bu ikisini toplasaq 8 ton nə qədər edəcək? 1000 kiloqram. Bunu da çevirsəm 1000 kiloqram nədir? 1 tondur da, düzdür. 8 tondan da 1 ton toplayanda nədir? Deməli bu ikisinin cəmi 9 ton etmiş oldu. İndi 9'un üstünə nə gəlsəm 11 ton eder. Deməli mən bunu tapmaqdan 11'dən də çıxaram 9'u. Deməli maşının avtomobil neçə ton olur? 2 ton. Cavab 2 ton etmiş olacaq. Deyir meyvələrin kütləsini yaz. Bayaqlarım bunu izah elədi ki, hər xətt 50 qram neyinir? Artmış olur. Bura 600 olacaq. Burada 650. Baxıram 800 olacaq. Bura 50 artır. 850. Armuda baxaq. 500'dən 50 çıxanı neyinir bura? 450. 800, 850, 900. Keçirik suallara. Alma armuddan almalar. Alma nə qədərdir? 850. Alma armuddan 450 çıxsam 400 qram
Neynədir? Alma ağırdır. 400 qram alma ağırdır. Nar ərikdən 900 çıxılsın 650. Eləcə 250 qram. 250 qram. Nar ərikdən yüngüldür. Çünki az olan budur. Armud nardan 650 çıxsın 450 qram. Eləcə 200 qram. 200 qram nədir? Armud nardan 200 qram yüngüldür. Keçək növbəsinə. Ətçəkən maşın 3 kiloqram olar. Fen 800 qram olar. Paltaryan 50 kilo olar. Ütü 2 kilo 500 qram olar. Ağırdır. Qramla yazaq. Bu eləyəcək 3150 qram. 5320 qram. 2 kilo 2600. 4070. Çevirək bunları. 4 kilogram 4320. Sonra bunu kilogramla qrama çevirsəm 6 kilo 30 qram. 2'də 1 kilogramın bayaq dedik ki, minin 2'də 1'i 500'dür. 5'ün 114 gələndə 614 qram. 2 kilo 5 qram. 2070 olacaq qram. 7008 olacaq qram. Keçək məsələyə. Deyir ki, hər bir ərzağın bir qutusunun kütləsini tap. 3 dənə çaydır. 750. 750'ni bölərəm 3'ə. Eləcə 250. Bu 250 qramdırsa, onda baxın, bu 2 dənə kərə yağı, elə bir 250 üstə gəlsin. 2 dənə kərə yağı bərabər 940. Bunu tapmaqda ötürü 940'dan 250'ni çıxıb 2 yerə bölərəm. Çıxsam eləyəcək 690. 690'ı bölərəm 2 qutuya 345. 345 çay oldu deməli 250, bu da oldu 345. Deməli 250 üstə gəlsin 345. Duzu bilmirəm nə qədər qramdır. Eləyib 800 qram. Bunları toplayanda eləyəcək birlikdə. Sonra 800'dən də çıxacaq. Toplayanda eləyib 595. Eləyəcək 205 qram. Keçək digərinə. Deyir ki, kütlənin kiloqramla yaz. Deməli 6 tonum 6570, 5160, 7100, 8090. Balina ağır ölçülü biri 5 ton olacaq. Dovşan çox ağır deyil. 920 qram olacaq. Zürafə çox qram ola bilməz, nə ton ola bilməz. Tısbağa isə 6 kiloqram olacaq. 5 tonun 5102. 2'də 1 tonun, biz bunu bayaqlan dərsdə izah elədik. Minin 2'də 1'i 500 eləyəcək. Bunu 3 ayırıram. 5 ton 205 kiloqram. 2'də 1 ton deməli 500 idi, düzdür? 5'ün 120 620. 3 ton 23 qram.
kiloqram. 7 ton 9 kiloqram. 7009 kiloqram. İndi bunları toplayaq. 3 kilo kiloqramları bir toplayırıq. Qramları da 500 qram. İndi burada qramlar sadəcə toplanacaq. Kiloqramdan işimiz yoxdur. 559 qram. Tondan tonu çıxaq. 2 ton 400 qramdan 200 qram çıxır. 200 qram. Kiloqramdan kiloqram çıxır. 2 kiloqram 600-dən 300 çıxanda 300 qram. Deyir ki, bir paket hər birində 250 qram 3 qutu şokolad. İkinci paketdə hər birində. Gəlin baxaq. Deməli, bu tərəfdə şokoladlar nə qədərdir? 250 qramdır. Düzdürmü? 3 dənədir. Eləyəcək neçə? 750 qram. Yəni 250 qramı 3-ə vuranda 750. İkinci paketdə isə 150 qramdır piçenya. 4 dənədir. Eləyəcək 600 qram. Nə deyir? Deyir piçenyanın tərəzini sağ gözünə, piçenya sağ gözünə, şokolad sol gözünə qoyularsa hansı ağır gələr? Sol göz. Gözləri bərabərləşdirmək üçün hansı qutudan neçə ədəd əlavə etmək lazımdır üzərinə baxın. 750 çoxdur, düzdürmü? Onda 600-ün üstünə neçə gəlsəm 750 eləyir. 750-dən 600 çıxanda 150 etmiş olur. Yəni piçenya. Bir qutu piçenya. Deyir ki 5 vaqonum var. 5 vaqonum var. İlk və son 35 tondur. Bura ilk və son 35 tondur. Deyir ortada olan bunun 35-in 7-6 hissəsidir. 7-yə böləndə 5, 5-ə 6-ya vuranda 30. 30 elədi. Deyir ki, metronun ümumi kütləsi nə qədərdir? 35-dən 2 dənədir. 30-dan neçə dənədir? 3 dənədir. Siz dənə-dənə də toplaya bilərsiniz, amma vaxt gedəcək. Vurmaq ən yaxşıdır. 160 ton.